Dünənki yağışdan heç əsər əlamət qalmayıb. Herkese salam, yeni günə, yeni bir videoya xoş gəldiniz. Bugün bacılar, dəyişik açış edirəm sizlərə. Çöldə, bayırda görəsi işlərim var, o işlərimi həll etmək üçün hazırlaşıram. Üzmə, gözmə çox yüngül, çox sadə makyaj edəcəm, əl gəzdirəcəm. Ondan sonra çıxacağıq çölə. Çöldə işlərimin birincisi salona gedəcəm. Saçlarımı formaya saldırmaq istəyirəm. Bunu bir aydan çoxdur fikirləşirəm, amma heç cürə həll edə bilmirdim. İşin içindən hər zaman iş çıxırdı. Demək ki, qismət bugün neymiş. Salondan çıxıb bazara gedəcəm. Bazardan alasılar var, onu alıb supermarketə gələcəm. Supermarketdən də biraz alış-veriş edib evə gələrik. Mənim bacılar, gündəlik makyajım çox sadə, hədsiz sadədir. Tonalka istifadə etmirəm, pudra istifadə etmirəm. Yəni bir sözlə ağır makyaj etmirəm. Ağır makyajı mən sadəcə toya nişanı xeyir işləri edərəm, dəyişik görünmək üçün. Həm ikinci səbəbim də odur ki, namaz oxuyan biriyəm. Hər dəqiqə əlimizi, üzümüzü yumağa düşürük, dəstəmazımızı təzələməyə düşürük. Tonalkada olanda bu alınmır. Ona görə tonalkasız, sadə makyaj edərəm. Qaşlarımı düzəldərəm. Mənim qaşlarım çox seyrəkdir. Gözlərimi formaya salaram. Bir də dodaq konturundan istifadə edərəm. Artıq bir qərara gəlmişəm. Videolarımın içində üz-göz baxım da yer alacaqdır. Saç baxımı da yer alacaqdır. Bugün bu videomuzun içində saç baxımı da edəcəm. Çünki mənim saçlarım hədsiz tökülür. Tökülən saçlarımızı nə ilə tökünməsini dayandıra bilərik. Bir gözəl maskalar örgənirəm. O maskalardan istifadə edəcəm. Öz başımda əgər xeyri dəyərsə sizlərə də məlumatlandıracağım. Nətəridir, keyfiyyəti. Üz baxımı da ki, artıq üz baxımı da lazımdır bizə. Dərilərimiz çox solğundur, çox ölüdür. Gərək canlanması üçün qəşəng üz baxımı da etmək lazımdır. Belə bu cür hazırlaşıram. Çox sadə, çox yüngül. Dodaq konturumu da vurub artıq mənim makyajım hazır demək olar. İndi çıxıram bacılar çölə. Görüşərik salonda, mağazada, bazarda, hər yerdə. Güllərim günü-gündən coşurlar. Salondan çıxdım. Onu deyim ki, saçımı bərbad günə qoydular. İndi gedirəm bazara rozmarin almağa. Gəlmişkən gül bazarını da ziyarət edim dedim qızlar. Bir göz hərriyim. Bu bazara girəndə mən heç çıxmaq istəmirəm. Hələ birinci dəfə gəldim bu ili. Krizantemaların gözəlliyinə baxsanıza. Bu çox maraqlıdır. Ev rozalardır bunlar. Картошка выглядит. Нет, надо одну. Просто сорт надо выбрать. Вот это темное, вот это будет бело-темное. Есть и белые, просто белые. Не просто красные надо. Темные. Да. Yazdıracağım, değil mi? Yeah.
Şampumuz azalıb. Amma mənim istifadə etdiyim Head and Shoulders yoxdur. Mən limonlusunu istifadə edirəm, bacım naylənəsini. Saç boyaları bugün endirimdədir. Bacım paletin 3 nömrəlisini qoyub, biraz tünd qoyur saçına. Amma mən palet qoyanda saçımdan su kimi axır. Kraska axıb gedir. Bunu alaram bacıma. Dağdan bağdan ötəri termos almaq lazımdır. Qiymətlər də ki 6250, 5000, 900-dən 6000-də bir sözlə. Bu Dədə Baba termosudur. Çox sadə vazodur, amma sındırıblar. Bu da maraqlıdır. Mən istifadə etdiyim bankaları oxşuyur. Amma bu Asobodur. Mən isə Magnumdan alıb xiyar turşusunun bankaları idi istifadə etdiyim. Bizim burada cəmaət inanırsınızmı? Heç atqaz etmir belə bu cür çəkiliş etməyə. Bugünə qədər heç bir insandan protiv olduqlarını görməmişəm. Birdən soruşurlar ki, nə çəkirsiniz? Deyirəm, vlog çəkirik, daha da sevinirlər ki, çəkin bizi də. Bu cəmaatın ən çox bu tərəfini çox bəyənirəm. Quru rozamarindən ötəri getdim bazara, amma canlısını da aldım. Buna 400 tengi vermişəm. Qəşəng də böyükdür. İndi qabını dəyişəcəm. Plyonkanın içində böyüdüblər. Belə kökü də sağlamdır. Lazım olanda istifadə etmək olar. Qurusunu da aldım. Qurusu da budur. Bundan indi mən saç baxımı edəcəm xanımlar. Saçım dəhşət tökülür. Birazdan hazırlayacağım. Sizlərə də göstərəcəm. Burada şirniyyətlər aldım. Bir qara çörək otudur. Şəkərə çox xeyri var deyirlər. Mən də aldım. İstifadə edəcəm. Nəticəsini görərik. Burada müxəkdir. Burada kondisioner aldım. Lavanda qoxusu olan ABC-nin paraşokudur. Burada Head and Shoulders aldım. Bunu yoldaşımdan ötəri aldım. Çünki hələ bizimki var. Bacım alacağım dedim mən. Bunu özümə aldım. Baxın, aldığım saç boyasının rengi budur. Belə. Nə tünd deyil, nə də ki açıq deyil o qədər. Bunu da bacıma aldım. Aldıqlarım budur. İndi gəldik. Əsas məsələyə saçımın nətəri vida saldılar. Göstərim. Bu da bacımızın yeni görüntüsü.
İndi bilmirəm, yaraşır, yaraşmır, amma mənim heç ürəyimcə olmadı. Əslində uzunluğunu buradan istəyirdim, elə çiynimlə. Amma bu hissələrini dedim, belə buradan üst-üstə vurun, belə dəyirmə olsun saçım arxası. Arxasına dəyməyin. Amma mənim saçımın arxasına baxın, necə də qısaldıblar. Üst-üstə vurublar, hər yerinə pis günə qoyublar. Belə tutub kəsəndə dedim, nə edirsiniz? Deyir, istədiyim modeli kəsirik. Dedim, mən belə bu cür mü dedim sizə? Bir normal qulaq asında adama nə deyirəm? Biraz səs-küy var idi, muzika var idi, indi bilmirəm. Tələsikmi iş gördülər, əlli beləmədi. Mən həmişə o salonda saçımı kəsdirərdim, amma elə gözəl kəsirdilər. Sadəcə mənim saçımı kəsən qız yox idi indi. Dedim, bu da həmən salonda işləyir də, buna kəsdirim. Nə olasıdır? O da tutdu belə bu günə qoydu mən bacınızı. Heç ürəyimcə olmadı vallahi. İndi yaraşdı, yaraşmadı bilmirəm. Çox pis kəsilişdi, çünki elə səhiflərini buradan tutdum. Buna baxın. Bu hissəsini gödək qoyublar, bu hissəsi uzun. Amma saçımı tam ortadan ayırmışam mən. Tam ortadan ayırmışam. Bura qısadır, bura uzundur. Gətir dedi, düzəldək. Belə göstərdim orada da. Dedim, lazım deyil daha. Biraz da versəm, təmiz oğlan kimi edərdilər mənə. Saçım belə, bu çolkaları da əsəblərini, oralar başlarına tökəndən sonra kəsdirdim. Başqasına ki, buru isə da elə pləkən eləmişdilər. Buru isə biraz düzəldi ilə. Belə, başqasına zorla biraz əl gəzdirdirdim, amma heç ürəyimcə olmadı. Bacınız necə olubdur? İndi saçına da boya vuracaq. Birazdan vuracağım. Ondan sonra ayrı işlərimi görərəm. Qızlar, tökülən saçlarımıza təbii usul rozamarin qaynadıram. Bir ovuc rozamarin tökdüm. 20-25 ədəd müxəkdir. İkisini birlikdə bir 5-10 dəqiqə qaynadacağım. Ondan sonra bunu süzürük. Bir kiçik bankaya tökürük. Hər axşam təmiz saça sürtüb, diblərinə sürtürük, masajlayıb yatırıq. Hər axşam bunu etməliyik. Çox gözəl etkisi var deyirlər, amma hələ bilmirəm. Mən edəcəm. Əgər bir xeyrini görsəm, bloklarımda sizləri məlumatlandıracağım. İstifadə edə bilərsiniz. İndi biraz qaynaması lazımdır. Qaynana düşsün. Bir 5 dəqiqə qaynadarıq. Ondan sonra altını söndürəcəm. Soymağa yaxınlaşanda da pambıqla saçımın dibinə sürtəcəm. Amma təmiz saçı etmək lazımdır. Səhərətən başında qalmalıdır. Vurdum saçımın dibinə, bir 5 dəqiqədir belə bu cür qəşəng masajladım. İndi nəticəsini birlikdə görərik hamımız. Adım-adım sizlərə paylaşacağım. Görək nədir, nə deyil. Hələ birinci günümdür bugün, ard-arda 10 gün etmək lazımdır. Mənim saçım elə belə tökülmürdü qızlar. Belə edirdim, əlimə nə qədər saç gedərdi.
başımı yuyardım, nə qədər saç itkisi olurdu məndə. Heç bir çarə tapa bilmirdim deyəndə düzü qulluq etmirdim. Bugün artıq qərar verdim ki, baxmaq lazım. İnsan özünə də vaxt ayırmaq lazımdır. Özünün də saçına, başına, üzünə, gözünə fikir vermək lazımdır. Baxın, indi mənim üz dərimə fikir verirsinizin bilmirəm. Çox ölü, cansız üz dərim var. İndən sonra qərar vermişəm üzümün dərisinin canlanmasına da maskalar edəcəm. Edib sonuçlarını gördüyüm, xeyrini gördüyüm maskaların da reseptini verəcəm sizlərə. Artıq kanalımızda belə videolarda paylaşacağım. Yəni videomuzun içində də özümə qulluq etdikcə sizlərlə də bölüşəcəm. Hələ birinci baxaq görək saçımızın halı nə olur. İnşallah xeyri dəyər. Çünki mən hansı videoya baxdım, onun altına nə qədər yorumlar yazıblar ki, həqiqətən xeyri dəyir rozamarinlə müxəyin. İndi hələ birinci etdim. İnşallah xeyri dəyər. Yoxlayaq. Bacıma zəng elədim, hazırladım, dedim onun saçı da dəhşət tökülür. Dedi, məndə bir sprey şişəsi var, dedi. Götür, ona doldur, ondan istifadə edərik. Mən də götürdüm, doldurdum, xaladinlikə qoymuşdum, ona görə belədir. Buxarlanıbdır. İndi çıxartdım, stola qoydum ki, bacım gələndə yadından çıxartmasın, etsin o da. Onun saçı da dəhşət tökülür. Bir də qızlar nəyə göstərəcəkdim? Stolumun süfrəsini dəyişdim. Bilmirəm, bugün fikir verdiniz. Belə bir süfrə aldım. Süfrələrimiz bol, bərəkətli süfrələrdən olsun inşallah. Sadə süfrədir, çox abartıcı süfrə istəmədim almaq. Neyse, mən indi bunları yığışdırım. Bir-iki dənə qabım var, yuyuləsi. Onu da yuyum. Ondan sonra baxaq görək nə edərik. Deyirəm, videomu bu gözəlliklərlə sonlandırım bugün də. Dünən izlədiyiniz vlogda o biri güllərimlə sonlandırmışdım. Bugün də bu güllərimlə sonlandırım. Allah rahat qonmaq nəsib etsin. Bu gözəl qızlarımla sonlandırım. Sağ olun qızlar, salamatla qalın. Allaha əmanət olun. İnşallah sabah görüşərik.